Qulaqlarınızı açın, mənə yaxşı-yaxşı qulaq asın. Sabah mənim sevdiyim qızı qaçırdacaqsınız. Oldu boss. Qaçıracağınız qız sarışındı, orta boylu, dəbdəbəli geyinməyi sevir. Görən kim 100 metrdən tanıyacaqsınız. Bax, axırıncı pulumu sizə qoymuşam ha. Bu işi bacarmalısınız. Davay, yerin, davay. Vızı kaçırttılar, elimizi uçurttular. Vızı kaçırttılar. Harda qaldılar ya bunlar ha? Getirdiği kızı boss. Bu kim də gətirsiniz ha? Dediğiniz kızı getirdiği boss. Mirvari xala, sizin başınız xarabdır. Bu sevdiyim qız öyle sevdiyim qızın anasıdır. Mirvari xala, sən Allah üzr istəsən, sən yox, qızın qaçırdacıdır. Bu səylə səhv salıbdılar. Ben de kızın kimi, cavan jenşina kimi görsəndiğim için uşaqlar səhv salıb. Sen qələt edirsən benim kızımı kaçırdırsan. Sen özü bitme insansan, özüne toytmak diyor eləyə bilməyən insansan. Sen benim kızıma necə baxacaqsan? Ha, Mirvari bir niyə toy eləyə bilmirəm ki? Bir dənə qəşəng şadlıq sarayı tapmışam. Özdə balayına qədər yollayacaq bizi. Çekin o kasıb rukalarınızı. Necə abisini tələ görüm? Mirvari xala, toyumuzu Azəri Şallıq Sarayında eləyəcəm. Azəri Şallıq Sarayı toy eləyən cütüklərə bəygəlin maşını, bəygəlin maşınının bəzədilməsi, çalğıçılar, populyar müğənnilər, çəkiliş, dekor, şou proqram və ən əsası da 3 günlük balay hədiyyə eləyir. Nuladro sen gittiğinden bu evden bu fırsatı elden kaçırtma. Ma bakın siz de beni necə gətirmişsiniz elinde aparın koyun yerine. Yoksa kişi bilse hata çıkacak, bizi kıracak, batıracak. Aparın, oradan gətirmiş sonra qoyun. Sağ olsun, nə Azəri Şallıq Sarayı. Yenə onların sayəsində toy elədim.